Uca Allah buyurur, iman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. Əl-Ənam surəsi 82-ci ayə. Səhabələr ayədəki zülm sözünü ümumi başa düşüb, hər növ zülmü, hətta kiçik zülmü də əhatə etdiyini başa düşmüşdülər. Ona görə də bu ayə onlara çətin gəldiyindən Peyğəmbərdən soruşdular. Ey Allahın elçisi, bizdən kim imanına zülm qatmır ki? Peyğəmbər buyurdu, bu belə deyil. Ayədə nəzərdə tutulan zülm şirk deməkdir. Loğman sözünü eşitməmisinizmi? Həqiqətən şirk böyük zülmdür. Loğman surəsi 13-cü ayə. Əl-Buxarinin Səhih əsəri 32-ci hədis. Səhabələr ümmətin ən fəzilətli insanlar olmalarına baxmayaraq, zülm sözünün lüğəti mənada başa düşmüş və bu sözün verdiyi mənanı başa düşməkdə səhv etmişdilər. Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm onlara zülm sözünün şirk olmasını izah etməsəydi, biz də bugün ayəni səhv başa düşərdik. Səhih hədislər müsəlmanları Quranı açıqlayır.